Üçüncü suala baxırıq. Nə doğrudur? Bitki yağı su ilə suspenziya. Xeyr. Suspenziya bərkin mayedədir. Bu səhvdir. Sirkə turşusu homogendir. Bəli, indi də atdım qrupa. Sirkə turşusu, ümumiyyətlə turşular su ilə homogen qarışıq verir. Bu doğrudur. Xörək duzu qətiyyən emulsiya deyil. Emulsiya mayedə həm də həll olmayan olmalıdır. Mayedə həm də həll olmayan qarışıq, yəni heterogen qarışıq yaratmalıdır. Gil suspenziyadır su ilə. Bəli, gil bərkdir. Bərkin də su ilə qarışığı heterogen qarışıqdır. Ona görə burada doğru variant 2 və 4 Y variantıdır. Digər sualda isə baxaq. Maye yağla su emulsiyadır. Maye əgər həll olmursa emulsiyadır. Bir bura. Heterogen qarışıqdır. Hər ikisi heterogen qarışıqdır. Yəni təbaşir su bərkin mayedə heterogendir. Yağ su mayenin mayedə heterogendir. Yəni hər ikisi heterogendir deyə 2 ortaya. Suspenziya isə təbaşir tozu və su isə suspenziyadır. Deməli, birinciyə 1, ikinciyə 3, üçüncüyə 2. B variantı.